xoş gəlmisiniz. Bu videoda sizi pul, sevgi və iş həyatınızla bağlı vacib mesajlar gözləyir. Proqnozlar xoşunuza gəlirsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Fikirlərinizi və bürcünüzü şərhlərdə yazaraq rəy bildirin. Gəlin günün enerjisini birlikdə kəşf edək. Qoç. Bu həftə qoçlar üçün pul mövzusu ön planda olacaq. Gözləmədiyiniz bir yerdən maddi fürsət çıxa bilər. Xüsusilə həftənin ortalarında gəlir artımı ehtimalı yüksəkdir. Keçmişdə etdiyiniz zəhmətin bəhrəsini almağa başlayırsınız. Borcların qaytarılması və ya gecikmiş ödənişlərin alınması mümkündür. İş yerində məsuliyyətiniz artacaq. Bu isə gələcəkdə maaş artımı ilə nəticələnə bilər. Pul xərcləyərkən emosional davranmamağa çalışın. Sevgi həyatınızda isə hərəkətlilik var. Subay qoçlar üçün ani tanışlıq görünür. Bu tanışlıq qısa zamanda dərin hisslərə çevrilə bilər. Münasibətdə olanlar üçün açıq söhbətlər vacib olacaq. Dürüstlük münasibəti gücləndirəcək. Keçmiş incikliklər yenidən gündəmə gələ bilər. Səbirli olsanız, hər şey yoluna düşəcək. Həftənin sonuna doğru romantik sürpriz gözlənilir. Qəlbinizin səsinə qulaq asın. Maddi və mənəvi balansı qoruyun. Riskli qərarlardan çəkinin. Buğa. Bugün sakit və sabit enerji hiss edəcəksiniz. Planlı davranmaq sizə fayda verəcək. Maddi mövzular diqqət mərkəzindədir. Gəlirlə bağlı müsbət xəbər mümkündür. Səbriniz sizə üstünlük qazandıracaq. İşdə etibarınız artır. Ətrafınızdakı insanlar fikrinizə önəm verəcək. Ailə ilə bağlı mövzular sevindirəcək. Daxili rahatlıq hissi güclənir. Stressdən uzaq olacaqsınız. Gün ərzində tələsmirsiniz. Sağlamlığınız normaldır. Kiçik dəyişikliklər böyük rahatlıq yarada bilər. Sevdiklərinizlə münasibətlər sabitdir. Özünüzə vaxt ayırmaq yaxşı təsir edəcək. Gün məhsuldar keçəcək. Planlarınız yolunda gedir. Axşam saatları rahat olacaq. Özünüzü güvənli hiss edəcəksiniz. Gününüz uğurlu keçsin, videonu bəyənib kanala dəstək olun. Əkizlər. Bugün ünsiyyət bacarığın yüksək olacaq. İş görüşləri və yazışmalar artacaq. Yeni əməkdaşlıq təklifləri gündəmə gələ bilər. Maddi baxımdan kiçik fürsət yaranır. Amma tələskən qərar vermək olmaz. Xırda xərclər büdcəni poza bilər. Sevgi həyatında sözlərin böyük təsiri olacaq. Düzgün ifadə münasibəti gücləndirəcək. Subay əkizlər üçün flört enerjisi yüksəkdir. Keçmiş mövzular yenidən açıla bilər. İşdə eyni anda çox işə başlamaq yorucu olar. Prioritet seçmək vacibdir. Dostlardan dəstək görə bilərsən. Maddi mövzuda xəbər ala bilərsən. Gün ərzində hərəkətli olacaqsan. Axşam sosial baxımdan aktivdir. Yeni ideyalar yaranacaq. Özünü ifadə etməkdən çəkinmə. Zehni gücün yüksəkdir. Gün dinamik və məhsuldardır. Xərçəng bürcü. Bugün duyğuların daha həssas ola bilər. İş həyatında diqqət tələb edən məsələ çıxacaq. Detalları qaçırmamaq vacibdir. Maddi mövzuda ehtiyatlı davranmalısan. Böyük xərcləri təxirə salmaq faydalıdır. Gəlirini artırmaq üçün yeni yol axtara bilərsən. İş yoldaşlarınla münasibətlər önə çıxır. Sakit ünsiyyət problemləri azaldacaq. Sevgi həyatında emosional yaxınlıq artır. Tərəfdaşın sənə daha çox açıq olacaq. Birlikdə keçmiş mövzuları həll edə bilərsiniz. Subay xərçənglər üçün romantik tanışlıq mümkündür. Qəlbin tez isinə bilər. Ancaq tələsmək lazım deyil. Ailə mövzuları günün mərkəzindədir. Evdə dəyişiklik etmək istəyə bilərsən. Daxili rahatlıq sənin üçün önəmlidir. Sağlamlıq baxımından istirahət vacibdir. Axşam sakit mühit sənə yaxşı təsir edəcək. Gün səni emosional olaraq gücləndirəcək. Şir. Bugün pul mövzularında ön plandasan. Qazancını artırmaq üçün yeni ideyalar yarana bilər. Öz dəyərini daha yüksəkdən görəcəksən.
İş mühitində liderlik qabiliyyətin maddi gəlirə çevrilə bilər. Gözlənilməz bir təklif ala bilərsən. Sevgi həyatında isə diqqət mərkəzindəsən. Qarşı tərəf sənə sürpriz edə bilər. Maddi jestlər gündəmə gələ bilər. Subay şirlər üçün maddi cəhətdən güclü biri ilə tanışlıq mümkündür. Bu tanışlıq özünə inamını artıracaq. Keçmiş münasibətdə maddi anlaşılmazlıq olmuş ola bilər. İndi daha ağıllı davranırsan. Ailə içində pul mövzusunda sözün keçəcək. Axşam saatları romantik ola bilər. Özünü xüsusi hiss edəcəksən. Sevgi və maddi güc səndə birləşir. Bugün səhnə sənindir. Qız, pul mövzularında detallara diqqətin artır. Bugün hesab kitaba çox vaxt ayıra bilərsən. Xərclərini analiz etmək üçün ideal gündür. Lazımsız məsrəfləri kəsmək qərarı verə bilərsən. İş yerində maddi məsuliyyət arta bilər. Bu sənə etibar qazandıracaq. Kiçik, amma stabil qazanc planı yarana bilər. Risk etmədən irəliləmək istəyəcəksən. Borc və sənəd işləri üçün uyğun gündür. Detalları qaçırma. Axşam saatlarında maliyyə rahatlığı hiss edəcəksən. Pul axını yavaş, amma sağlamdır. Kiməsə maddi məsləhət verə bilərsən. Bu məsləhət sənə də fayda verəcək. Öz dəyərini aşağı qiymətləndirmə. Əməyin qarşılığını istə. Bugün qənaət gələcək bolluğun açarıdır. Pul enerjin düzənə girir. Səbrinin bəhrəsini görəcəksən. Tərəzi. Bugün harmoniya axtarışın güclənir. Ətrafındakı insanlarla münasibətləri tarazlamaq istəyəcəksən. İş həyatında diplomatik davranışın diqqət çəkəcək. Mübahisəli bir məsələni sakitliklə həll edə bilərsən. Maddi mövzularda yeni planlar gündəmə gələ bilər. Gələcək üçün ümidverici addımlar atılacaq. Sevgi həyatında romantik anlar yaşana bilər. Qarşı tərəf sənə sürpriz edə bilər. Subay tərəzilər üçün gözəl bir tanışlıq mümkündür. Bu insan sənin ruhuna uyğun ola bilər. Keçmiş münasibətlə bağlı qərar verməli ola bilərsən. Ürəyini dinlə. Ailə içində xoş enerji var, evdə rahatlıq hiss edəcəksən. Gün ərzində estetik mövzular marağını çəkəcək. Özünü gözəlləşdirmək istəyə bilərsən. Axşam saatları emosional ola bilər. Duyğularını boğma. Sağlamlıq baxımından balans vacibdir. Bugün sevgi və sülh səni əhatə edir. Əqrəb. Bugün daxili gücün artır. Pul mövzusunda gizli fürsətlər ortaya çıxa bilər. Hər şeyi hamı ilə paylaşma. İş həyatında strateji davranış önəmlidir. Planlarını addım-addım icra et. Rəqiblər səni izləyir. Sevgi həyatında dərin ehtiras var, tərəfdaşınla emosional yaxınlıq artır. Subay əqrəblər üçün təsirli tanışlıq mümkündür. Qısqanclıqdan uzaq dur. Gələcəklə bağlı böyük dəyişikliklər düşünürsən. Bu dəyişikliklər səni gücləndirəcək. Maddi risklərdə ehtiyatlı ol. İş mühitində güc mübarizəsinə girmə. Sakit qalmaq sənə üstünlük verəcək. Sevgi etibar tələb edir. Axşam tək qalmaq istəyə bilərsən. Düşünmək sənə yaxşı gələcək. Daxili rahatlıq artacaq. Gün dərin enerji ilə bitəcək. Ox atan. Ox atanlar üçün bu həftə maliyyə baxımından aktivdir. Yeni gəlir imkanları ortaya çıxacaq. Xariclə bağlı işlər qazanc gətirə bilər. Pul xərcləyərkən ölçülü olun. İş həyatında yeniliklər sizi həyəcanlandıracaq. Risk almaq istəyi artacaq. Amma hər riski hesablayın. Sevgi həyatınızda azadlıq mövzusu önə çıxır. Münasibətdə olan ox atanlar sıxıldığını hiss edə bilər. Açıq danışmaq problemləri həll edəcək. Subaylar üçün macəralı tanışlıq mümkündür. Bu tanışlıq sizə fərqli baxış qazandıracaq. Uzaq məsafəli münasibət gündəmə gələ bilər. Qərar vermək üçün vaxt ayırın. Həftənin ortasında romantik xəbər ala bilərsiniz. Sözlərinizə diqqət edin. Düşünmədən deyilən sözlər incidir. Pul və sevgi arasında tarazlıq yaradın.
Özünüzü məhdudlaşdırmayın. Həyatdan zövq alın. Şans sizdən yanadır. Rəydə fikrinizi yazın. Oğlaq. Bugün məsuliyyət hissiniz güclənir. İşləriniz plan üzrə gedir. Səyləriniz qiymətləndiriləcək. Maddi mövzuda stabillik var, uzun müddətli planlar üçün uyğun gündür. Səbirli davranışınız fayda verəcək. Rəhbərlik tərəfindən diqqət görə bilərsiniz. Daxili güvən artır. Ailə mövzuları sizi rahatladacaq. Sevdiklərinizlə etibar möhkəmlənir. Sağlamlığınız normaldır. Stressi yaxşı idarə edirsiniz. Gün ərzində məhsuldarlıq yüksəkdir. Praktik qərarlar verirsiniz. Gələcək üçün möhkəm addımlar atılır. Axşam saatları sakit keçəcək. Özünüzlə barış içindəsiniz. Daxili rahatlıq artır. Gün sizi yormayacaq. Gününüz uğurlu keçsin. Videonu bəyənib kanala dəstək olun. Dolça. Bugün fərqliliyini daha açıq göstərəcəksən. Orijinal fikirlərin diqqət çəkəcək. İş həyatında yeniliklər gündəmə gələ bilər. Texnologiya və yaradıcılıq mövzuları ön plandadır. Maddi məsələlərdə gözlənilməz bir fürsət çıxa bilər. Dəyərləndirmək sənin əlindədir. Sevgi həyatında azadlıq ehtiyacı artacaq. Qarşı tərəflə sərhədləri düzgün qurmaq vacibdir. Subay dolçalar üçün qeyri-adi bir tanışlıq mümkündür. Bu insan sənin düşüncə tərzini anlayacaq. Keçmiş qaydaları sındırmaq istəyəcəksən. Bu, sənə rahatlıq verəcək. Ailə ilə bağlı fərqli baxışlar ola bilər. Anlayışlı davranmaq faydalıdır. Gün ərzində sosial olmaq istəyəcəksən. Dostlarla söhbət ruhunu qaldıracaq. Axşam saatları ilham doludur. Yeni ideya yarana bilər. Sağlamlıq baxımından enerjin yaxşıdır. Bugün sən öz yolundasan. Balıqlar. Balıqlar üçün bu həftə maliyyə mövzusu həssasdır. Gəliriniz artsa da xərclər sizi sıxa bilər. Planlı davranmaq vacibdir. Yaradıcı işlərdən qazanc mümkündür. İş həyatında dəstək görəcəksiniz. İntuisiyanız güclüdür, ona güvənin. Maddi qərarlarda emosiyaya qapılmayın. Sevgi həyatınızda isə romantika zirvədədir. Münasibətdə olan balıqlar üçün duyğusal bağ güclənir. Birlikdə xəyallar qurmaq münasibəti dərinləşdirəcək. Subaylar üçün nağıl kimi tanışlıq mümkündür. Bu insan sizi dərindən təsirləndirəcək. Keçmişi buraxmaq sizi azad edəcək. Həftənin ortasında romantik görüş ola bilər. Duyğularınızı açıq ifadə edin. Qorxularınızı paylaşmaq rahatladacaq. Pul stressini ürəyinizə salmayın. Sevgi sizə güc verəcək. Özünüzə inanın. Hər şey yoluna düşəcək. Ulduzlar yanınızdadır. Rəydə fikrinizi yazın. Rəy bölməsində hər bürcə özəl bir bərəkət ipucu qoymuşam. Öz bürcünüzü tapıb oranı mütləq oxuyun və rəylərdə bir ürək qoyub, qəbul edirəm yazın. Özünüzə yaxşı baxın. Yeni videolarda görüşənədək.